Bir sərçənin belə ölümünə üzülən mən, müsəlmanlara işgəncə verən bir zalım kafirin ölümünə üzülmədim. Bir qarışqanın belə bilmədən ayaqlar altında əzilib ölməsinə ürəyi sızlayan mən, müsəlmanları sevməyən birinin ölümünə üzülmədim. Mənim üzüldüyüm kimsələr Allahın dostlarını sevən, onlara hörmət edən, lakin Rəbbinə ibadət etmədən bu dünyadan köçən insanlardır. Onların halına insanın qəlbi yanır. Çünki qəlblərində bir yaxşılıq var idi, amma Rəbbinə yönəlmədən getdilər. Bir dönün bu dünyaya baxın. Nə gördünüz ki bu dünyada? Onsuz da sıxıntı içində sıxıntı, əziyyət içində əziyyət. İnsanlar Allahın qoyduğu şəriəti bir kənara qoyub, öz fikirləri ilə nizam qurmağa çalışdılar. O gündən etibarən ədalətsizlik başladı. Bəzilərinə yüksək maaşlar verildi, həyatları rahatlaşdı, onların əhvalı yaxşıdır. Amma sən atsan, ona nə? Sən soyuqda üşüyürsən, ona nə? Sənin dərdin onu maraqlandırmır. Çünki insanların qurduğu sistemlərdə mərhəmət deyil, mənfəət əsasdır. Halbuki Allah Azze və Cəllə yer üzünə ədalətli bir din göndərmişdi. Son elçisi olan Muhammed Peyğəmbərin vasitəsilə göndərilən İslam dini ilə yer üzündə ədalətin bərqərar olmasını istəmişdi. Bizlərə qonşusu ac ikən özü tox yatan bizdən deyildir deyən İslamdır. İslam kasıbların yedizdirilməsini istədi, yetimlərin qorunmasını istədi, zəiflərin tapdalanmamasını istədi, insanların bir-birinə qardaş olmasını istədi. Lakin zaman keçdikcə bu qardaşlıq zəiflədi. Bugün həqiqi İslam az sayda insanların qəlbində yaşayır. İnsanların çoxunun qəlbi qatılaşdı. Şeytan öz işini gördü və insanların dilinə belə sözlər qoydu. Mən salamat olum, aləm salamat olsun. Başqasına nə olursa olsun. Hətta elə oldu ki, insan öz doğma qardaşının yetim qalan övladlarına belə sahib çıxmadı. Qardaşı dünyadan köçdü, amma onun balalarına qarşı qəlbi soyudu. Halbuki Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdu, sizdən heç biriniz özü üçün istədiyi bir yaxşı şeyi müsəlman qardaşı üçün istəmədikcə kamil iman etmiş olmaz. İnsanların çoxu öz örnəyini Allahın elçilərindən yox, İslamın düşmənlərindən götürdü. Halbuki insanın ən gözəl örnəyi Allahın göndərdiyi elçilərdir. Allah insanı yaratdı və ona şəriətin qanunları ilə yaşamağı əmr etdi. Amma insanlar sanki belə düşünür. Göy üzünü Allah idarə etsin, yağışı yağdırsın, günəşi çıxartsın, amma yer üzündə biz istədiyimiz kimi yaşayaq. Lakin Allahın hökmləri yalnız göy üçün deyil, yer üçün də nazil olmuşdur. Bu hökmləri tətbiq etmək istəyən ədalətli müsəlmanlara isə tarix boyu zülm etdilər. Kimilərini zindanlara saldılar, kimilərini sürgün etdilər, kimilərini də torpağa tapşırdılar. İslamdan üz döndərənlərin, müsəlmanlara zülm edənlərin və küfr üzərində ölənlərin axirətdə payı isə ağırdır. Onların aqibəti cəhənnəm atəşidir. Nə qədər ki Allahın hökmləri yer üzündə tətbiq olunmur, bu dünyada gələn hər gün əvvəlkindən daha ağır olacaq. Çünki Allahın qanunu kənara qoyulan yerdə ədalət uzun müddət qalmaz. Bugün içkinin yayıldığı, zinanın adi sayıldığı, faizin hər tərəfə yayıldığı bir dövrdə yaşayırıq. Belə bir mühitdə biz hansı xeyirdən danışa bilərik? Ey Allaha iman edən qullar! İman etməyənlərin hilələrinə aldanmayın, onların oyunlarına düşməyin, sizi doğru yoldan uzaqlaşdırmaq istəyənlərin sözlərinə uymayın. Axı bir kafir sənə nə öyrədə bilər ki? Sən əxlaqı, mərhəməti və doğru yolu haradan öyrənməlisən? Əgər sən Allah Rəsulunun həyatına baxsan, onda görərsən ki, həqiqi mərhəmət, həqiqi ədalət və həqiqi gözəl əxlaq nədir? Bizim üçün ən böyük nümunə yalnız odur. Uca Allah buyurur, sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeşdir, möminlərə şəfqətli və mərhəmətlidir. Əgər onlar üz döndərsələr, de, mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən ona təvəkkül etdim, o böyük ərşin Rəbbidir. Tövbə surəsi 128-129-cu ayət. Elhamdülillahi Rabbil aləmin.